Salam dəyərli izləyicilərim, yenidən xoş gördük hər birinizi. Bugün Harry tortunun, nişan tortunun hazırlanmasını sizlər üçün bölüşürəm. İnşallah ki, bəyənərsiniz. Canlıda çox istək gəldi ki, videonun hazırlanmasını bölüşün, biz də izləyək. Mən də hazırlama prosesini çəkdim ki, sizlərlə bölüşəm. Şəkər xəmirli tortlarda tortun üzərinə yayan zaman çalışın ki, ilk öncə yaymamışdan öncə vacib şərtdir ki, mütləq şəkildə siz şəkər xəmirini çoxlu əlinizdə yumuşaldasınız. Yəni qabda götürdüyünüz vəziyyətdə istifadə etməyəsiniz. Şəkər xəmirini yaymaq üçün mən nişastadan istifadə edirəm və nişasta səpə-səpə bu cür yayıram. Videomu bəyənsəniz kanalıma abunə olub fikirlərinizi qeyd etməyi unutmayın. İnşallah zaman keçdikcə tortların hər birinin hazırlama qaydasını çəkib sizlərlə bölüşəcəm. Və beləliklə şəkər xəmiri ilə bu cür tortun üzərini örtdüm. Tortum təbii ki, qanajlı tort idi. Videonun həmin hissəsi düşməmişdi. Və qanajlı tortun üzərinə bu cür şəkər xəmirini yeritdikdən sonra üzərini tamamilə düzləşdirirəm və artıq olan hissələri kəsib kənarlaşdırıram. Məndə rezək var, onun vasitəsilə kəsib götürdüm. Adi bıçaqla da, iti bıçaqla da kəsə bilərsiniz. Tort məndə altlıqlı tort olacaq, yəni ki, qabdan biraz hündür olacaq. Bunu da hazırlama prosesini videonu diqqətlə izləyərək baxıb öyrənə bilərsiniz. Eyni qayda ilə tortun bütün hər tərəfini bu cür düzləşdirirəm və artıq hissələri kəsib götürürəm. Elə hazırlayın ki, çalışın ki, tortunuz düz və səliqəli olsun. Tortun görünüşü gözəl olduqda müştərini də cəlb eləyir. Və bu cür tortun hər tərəfini, bu cür artıq hissələrini kəsib götürürəm. İnşallah ki, mən videoları yavaş-yavaş çəkməyə başladım. Yeni kanalımda bütün tortların hazırlama qaydasını bölüşməyə düşünürəm. İnşallah ki, məndə alınar. Tortun üzərini tamamilə düzləşdirirəm. Bu dəfə 2 ütüdən istifadə etdim və bu cür. Gördüyünüz kimi kənarları düzləşdirirəm, üstü düzləşdirirəm, hər tərəfini düzləşdirdikdən sonra dekorları düzəcəm. Şəkər xəmirli tortların alt hissəsi qanaj olsa işiniz daha rahat və asan olacaq. Çox zaman suallar gəlir ki, bəs kremlə də edə bilərik. Bəli, qaymaqlı kremlə də alt hissəsinə çəkə bilərsiniz. Tortunuz uzaq məsafəyə gedəcək və yaxşı alt hissəsinin sərgəli olmağını istəyirsinizsə, çalışın qanajla edin. Qanajın hazırlanmasında inşallah çəkib mən bölüşərəm sizlərlə, onu da izləyərsiniz. Və kənarlarına bu cür paxlava dekoru verəcəm. Paxlava dekorunun hazır var məndə. Artıq şəkər xəmiri qaldığı üçün nisbətən bərkiyib və izi tamamilə yaxşı salmır. Yenə də izi saldım ki, hamısı eyni ölçüdə olsun. Eyni ölçüdə olan izləri götürdükdən sonra bu iz məni qane eləmədiyi üçün yenidən özüm iz salacağım. Və bunun üçün bu cür xətkeşdən və alətdən istifadə edərək bu cür izləri salıram. Bütün izləri bu cür sırayla səliqəli şəkildə salıram. Tortumun daha səliqəli və gözəl olması üçün əlimdən gələni hər dəfə edirəm. Tortları çox sevərək hazırlayıram. Əsasən də nişan, toy, hər tortlarını çox sevərək hazırlayıram. Bu cür. Baxın, izləri bu cür alət vasitəsilə daha səliqəli və gözəl görsənməsi üçün yenidən keçirəm bir sıra üstündən. Bütün izləri qoyduqdan sonra ara hissədən bizə lazım olur ki, muncuqları yerləşdirmək. Muncuqlara baxın, alət vasitəsilə bu cür iz qoyduqdan sonra yerləşdirsəniz daha yaxşı olar. Bir neçə alətdən istifadə etmək mümkündür, hansı ki, balaca başlıq, adi düz başlıq və daha ulduz başlıq. Bu cür iz qoyduqda ulduz başlıqla sizin tortunuz daha səliqəli, gözəl görsənəcək. Baxın, bu cür. Hər tərəfini bu cür eyni qayda ilə bu alət vasitəsilə izlər qoyuram. İzləri qoyduqdan sonra isə muncuqları yerləşdirəcəm. Tortun hər tərəfini, 4 tərəfini də eyni qayda ilə paxlava işarələrini qoyduqdan sonra bu cür izlər qoyuram və muncuqları yerləşdirəcəm. Çəkdiyim videonu çox kəsmədən bu cür sizə tam izahlı olaraq çatdırmağa çalışıram. Baxın, baş hissələrdə sərgəs bəzən görüntülər olur. Ona görə çalışın yuxarı hissələrdən də muncuqları düzəsiniz. Daha sonra keçirəm örpəyi yaymağa. Qırmızı rəngdən istəmişdilər müştəri. Qırmızı rəngi nazik yaydıqdan sonra əlimlə bu cür forma verdikdən sonra baş hissədən sıxıram və aşağı hissələr açılacaq şəkildə olacaq. Tortun üst hissəsindən baxın muncuqları necə düzürəm. Fırçamın
üzərinə biraz su batırdıqdan sonra balaca bu muncuqları çox asan şəkildə bu cür tortun üzərinə qoyuram və yerləşdirirəm. Daha sonra bir alət və yaxud çöp vasitəsilə bu cür arxasından sıxaraq bastırıram ki, tortun üzərinə düşməsin və səliqəli şəkildə qalsın. Tortun hündürdə qalmasını çoxlarınız soruşurdunuz və bu da açıqlaması penadan istifadə edirəm, yəni penoplastdan. Kley ilə yapışdırmaq lazımdır ki, tortunuz sərpənməsin. Daha sonra üst hissədən yenidən tabanca kleydən istifadə edirəm və tortu üzərinə yerləşdirəcəm. Tort ağır olduğu üçün qəşəng yapışır, tez zamanda yapışır. Çalışın ki, düzgün yerləşdirəsiniz. Sonra yerini dəyişmək olmur. Məndə tort ağır tort olduğu üçün hazır çəkisi 5 kiloqramdan artıq oldu və bu cür tortun hər tərəfini gördüyünüz kimi naxışlardan istifadə edərək üzərinə muncuq düzmüşəm və yerləşdirirəm. Tortum hündürdə qaldı və kənardan bu cür örpəkdən istifadə edirəm. Qırmızı rəngli örpəkdən istifadə etdim və bu cür sızıqlarını əlimlə düzəldirəm və formanı verdikdən sonra fırçanı yenidən suya batırıram və hər tərəfini sulayıram ki, tortun üzərində qəşəng qalsın. Şəkər xəmirinə istənilən şəkər xəmirini yapışdıran zaman, üzərinə qoyulan zaman sadəcə sudan istifadə edin. Çox asanlıqla qəşəng qalacaq. Daha sonra kənarından bu cür məndə silikon var. Ondan istifadə edərək dekorlar əlavə edəcəm. Silikona biraz nişasta vurduqdan sonra şəkər xəmirini əlimlə bu cür yayıram. Tərs çevirərək içində olan, baxın, şəkər xəmirini bu cür formalı şəkildə çıxardıram və tortun üzərinə düzəcəm. Həm örpəyin kənarlarından, həm tortun alt hissəsindən düzəcəm. Tortun alt hissəsinə düzən zaman aşağı hissəsi daha sərgəli, gözəl görsənir və həmçinin baxın, daha tortum sərgəli olmağa başlayır və gözəlliyi ortaya çıxır. Hər tərəfini bu cür eyni qayda ilə bəzəyəcəm. Fırçanı suya bastırıram. Qalan düzəltdiyim bu cür fiqurları da kənardan düzləşdirərək kənarına yerləşdirirəm. İstəkdən asılı olaraq müştərinin istəyindən asılı olaraq bu cür ağda qala bilər. Bizim müştərimiz mənə göndərdiyi şəkildə üzəri qızılı rəngidir. Ona görə də mən sonda boyayacağam. Dəstək üçün kanalıma abunə olub fikirlərinizi qeyd etməyi unutmayın. Rəyləriniz mənim üçün çox önəmlidir. Həm TikTok səhifəmdə, həm burada Günelin Mətbəxi səhifəsi, həm Instagram, TikTok, YouTube'da var. Eyni səhifəyə hər yerdə abunə olub rəylərinizi məndən əsirgəməyin. Baxın, ayaq hissələrində bu cür məndə silikon var idi. Ondan çıxartdım, yerləşdirirəm. Kənarlarında adi su ilə bu cür örtürəm. Üzərinə mən qənd qabı, üzük qabı bunları öncədən hazırlamışdım. İndi isə qızıl rəng boyamağın vaxtı gəlib çatdı. Kondurindən istifadə edirəm. Kondurini siz həm spirtlə, həm duru yağda bu cür açdıqdan sonra fırça vasitəsilə hazırladığınız fiqurların üzərinə keçə bilərsiniz. Artıq qənd qabına bu cür mən qızıl rəngi boyadım. İndi isə nəlbəkisini və stəkanını boyuram. Daha sonra yerləşdirirəm. Hazırladığımız fiqurlar tortun üzərindən oynamaması üçün çöp vasitəsilə yapışdırmaq lazımdır ki, üzərinə qoyduğumuz kimi qalsın. Bu cür yerləşdirirəm və qalan digər üzük qabının kənarından bu cür mən kley ilə yapışdırdım. Kley ilə yapışdırıram üzük qabının kənarlarına və muncuqları necə yapışdırırıq düşməsin, bu sual hədsiz çox gəlir. Muncuqlar alət vasitəsilə yer salıram, daha sonra muncuğu üzərinə yerləşdirirəm. Olduğu kimi qalır, yerindən qətiyyən tərpənmir. Siz də bu üsuldan istifadə edə bilərsiniz. Üzərinə yazılıb nişanınız mübarək və adları ona adi qəlibdən çıxartmışam və üzərinə yerləşdirirəm. Gülləri həmçinin olduğu kimi hazırlamışdım. Canlıda hazırlamışdım. Hər biriniz gördünüz. Çöpə batıraraq bu cür yerləşdirirəm. Məndən olsaydı qalan kənarlarına da təbii bu cür şəkər xəmirindən hazırlayardım. Mənə gələn şəkildə isə bu cür süni çiçəklər var idi. Ondan istifadə edərək bu cür ara hissədən yerləşdirirəm. Sonda bir ikisini yenə xoşlamadığım üçün ən hazır vəziyyətində çıxarıram. Müştərinin istəyindən asılı olaraq mənə göndərdiyi şəklə uyğun olaraq bu cür tortu bəzədim. Siz də istədiyiniz tortu sifariş verə bilərsiniz. Qəndləri öncədən şəkər xəmirlə hazırlamışdım. Qənd qabıya yerləşdirirəm və üzük qabını həmçinin. Üzük qabının içərisinə bir deyil, həri olsaydı bir üzük qoyulur. Nişan olduğu üçün 2 üzükdən istifadə etdim.
Çayımızı isə doldurduq stəkana, bu cür hərfləri yerləşdirdim və ən sonda loqomu təbii ki yerləşdirirəm və tortum hazır oldu. Ümid edirəm ki, siz də bəyəndiniz. Əgər bəyəndinizsə fikirlərinizi qeyd etməyi unutmayın. İnşallah ki, yeni videolarla görüşünüzə gələcəm. Hələlik.